mədəniyyətimizə dəyər verərək təqdim edir. Bura qədim Ağsu şəhərinin qalıqlarıdır. İllərlə insan ayağının dəymədiyi bu şəhər, insan nəfəsinə həsrət qalan bu lal divarlar yenidən tarixin aydınlığına qovuşur. Çətin sınaqlara sinə gələn, tarixin qanlı olaylarına şahidlik edən bu yerlər bir vaxt Şirvan xanlığının baş şəhəri, paytaxtı olub. Ancaq tarixin müxtəlif dönəmlərində dəfələrlə dağıdılan bu şəhər sonuncu dəfə öz hakimi tərəfindən viran qoyulub. Bəli, doğma şəhərinin düşmən əlinə keçməməsi üçün Mustafa xan vaxtı ilə abad elədiyi yerləri xaraba qoymağa məcbur olub. Beləcə, 1806-cı ildən sonra əldən ələ keçən, çəkişmələrə meydan olan, dağıdılan Ağsu o gündən xaraba şəhərə çevrilir. Azərbaycan sirləri xaraba şəhərin müəmmasını açmaq üçün yola düşdü. O qanlı illərdə Rus imperiyasının qoşunları Azərbaycanda irəlilədikcə, yerli xanlar da işğal altında olmayan ərazilərə çəkilirdilər. Növbəti hücumların birində Fit dağına çəkilən Mustafa xan da nəhayət müdafiənin mənasız olduğunu anlayaraq Cənubi Azərbaycana keçdi. O başa düşürdü ki, daha nə Şirvan xanlığına, nə də yeni Ağsunu qorumaq mümkün deyil. Var dövlətini özü ilə apara bilməyən Mustafa xan xəzinəni gizlədərək dərvişanə həyat keçirməyə başlayır. Rus ordusunun yüksək çinli məmurları və yerli düşmənlər xanın xəzinəsini özü ilə apara bilmədiyindən xəbər tutduqlarından bu var dövlətə sahib çıxmaq üçün gizli mübarizəyə başlayırlar. Hazırda ərazisində arxeoloji tədqiqatlar aparılan Ağsu şəhəri, Orta əsr Ağsu şəhəri və yaxud Yeni Şamaxı bu özü təbii ki, birdən yaranmış şəhər deyildir. Biz güman edirik ki, orada Nadir Şahdan daha əvvəl həyat olub. Nadir Şah mövzusuna qayıdaraq mən əlavə eləmək istəyirəm ki, 1734-cü ildə Nadirin Şirvana hücumu olur. Şamaxının hökmdarı şəhəri tərk eləyir. Buna baxmayaraq yerli əhali Nadirin qoşunlarına qarşı çox ciddi müqavimət göstərir. Şiddətli döyüşlər olur və Nadir Şah bundan qəzəblənərək, yəni şəhər əhalinin ciddi müqavimət göstərməsindən qəzəblənərək Şamaxını dağıdır və onu tamamilə köçürmək barəsində qərar verir. Beləliklə şəhər 37 kilometr aralıdakı indiki Ağsu ərazisinə köçürülür. Azərbaycanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın əsas şəhəri olub. 1734-cü ildə Nadir Şah Şamaxını ələ keçirərək yandırandan sonra əhalinin buradan köçürülməsinə əmr verir. Beləliklə, Şamaxının 37 kilometrliyində yeni şəhərin əsası qoyulur. Bu şəhər Ağsu, yeni Şamaxı şəhəri idi. Nadir Şahın Şamaxıdan köçürdüyü əhali də burada məskunlaşır və Ağsu Şirvan hakimlərinin mərkəzi iqamətgahına çevrilir. Ağsuda evlər gildən tikilirdi. Tarixçilər yazır ki, orada ipək parçaların, qızıl və gümüşlə işlənmiş müxtəlif çeşidli malların satıldığı şəhər bazarı da varmış. Avropa və Rus tacirləri Ağsuya gəlir, burada qalay, mis, xəz ticarət edirmişlər. Azərbaycanda arxeoloji tədqiqatların ən çox aparıldığı sahələrdən biri Orta əsr şəhərləridir. İndiyənə qədər Mingəçevir, Gəncə, Beyləqan, Bakı, Qəbələ, Şabran, Bərdə, hazırda Şəmkir ərazisində çox geniş miqyaslı arxeoloji tədqiqatlar aparılır. Və Orta əsr şəhərinin bir sıra problemləri nisbətən yaxşı öyrənilir. Yəni, Azərbaycan arxeologiyasının bir sıra digər problemləri ilə müqayisədə Orta əsr şəhər problemi əminliklə demək olar ki, nisbətən yaxşı öyrənilir. Amma bununla belə şəhər probleminin özünün də problemləri qalmaqdadır. Məsələn, son orta əsr şəhərlərinin, yəni 14-cü əsrdən sonraki dövrə aid şəhər həyatı arxeoloji cəhətdən
qismən zəif öyrənilir. Elə abidələr var ki, onlarda ümumiyyətlə indiyənə kimi tədqiqatlar aparılmır. Nadiri qəbul eləməyən qüvvələr bir-birinin ardınca Şirvanda üsyan qaldırırlar. Sonuncu dəfə üsyan yatırılarkən Ağsu şəhəri top atəşləri ilə xaraba qalır. Əhalinin böyük qismini əsir alan Nadir şahın qoşunu şəhəri talan edir. Bu hadisədən sonra şəhərdə çox az insan qalır. Tarixi mənbələrə görə əhali həmin günü Allah dad, yəni Allah kömək oldu deyə xatırlayırlar. Beləcə çiçəklənən Ağsu xaraba şəhərə çevrilir. Bilirsiniz, bir sıra şəhər yerləri var ki, Azərbaycan ərazisində. Onların tarixin hansı şəhərin qalıqları olduğu indiyənə kimi hələ müəyyənləşdirilməyib. Və yaxud tarixi mənbələrdə adı çəkilən bir sıra şəhərlərimiz var ki, onların harada olduğu hələ də bizə bəlli deyil. Yəni, bütün bunlar onu göstərir ki, arxeoloqlar hələ çox işləməlidirlər, çox axtarmalıdırlar, çox tapmalıdırlar. Sistemli və fasiləsiz iş getməlidir ki, bu sualların hər birinə dürüst cavab tapılsın. Qismən mən qeyd elədim, az öyrənilən sahələrdən biri sonor təsir problemidir, o cümlədən sonor təsirlərə aid şəhər problemidir. Baxmayaraq ki, bu dövrə aid Azərbaycanda kifayət qədər arxeoloji obyekt vardır. Məsələn, elə götürək Ağsu şəhərini. Orta əsr Ağsu şəhəri bunu tarixi mənbələrdə, yazılı qaynaqlarda Yeni Şamaxı kimi də təqdim edirlər və daha çox Nadir şahın adı ilə bağlayırlar. Amma məlumat üçün bildirim ki, hələn 16-cı əsrə aid yazılı qaynaqlarda Ağsunun adı çəkilir. Düzdür, şəhər olaraq qeyd olunmur, ticarət və sənətkarlıq məntəqəsi olaraq Ağsunun adı mənbələrdə xatırlanılır. Yazılı qaynaqlarda Ağsu və ya Yeni Şamaxı kimi xatırlanan bu şəhər xalq arasında Ağsu qalası və xaraba şəhər kimi tanınır. Şəhərin xarabalıqları indiki Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə Ürgüc, Ərəbuşağı, Ağar, Suruxlu kəndlərinin əhatəsində yerləşir. Ağsu şəhərinin çox mühüm üstünlüklərindən biri odur ki, burada həyat konkret bir dövrə əhatə edir. Yəni 18-ci əsrdə 1735-ci ildən 1806-cı ilə qədər olan intensiv şəhər həyatından söhbət gedir. Yəni buradan tapılmış materiallar məhz bu xronoloji çərçivə daxilində, əsasən qeyd elədiyim xronoloji çərçivə daxilinə aiddir. Və ona görə də oradan tapılmış materialı əvvəlki dövrə aid başqa şəhərlərdən tapılmış materiallarla müqayisədə bir sıra məqamlara aydınlıq gətirmək əlbəttə çox asanlıqla alim üçün, mütəxəssis üçün, arxeoloq üçün çox asanlıqla bunu həyata keçirmək mümkün olur. Plan etibarilə düzbucaqlı olan şəhər təxminən 39,8 hektar ərazini əhatə edir. Şəhər ətrafı müdafiə divarlarının etibarlı olması məqsədi ilə şəhər qalası boyunca 3 metr dərinliyi, 17 metr eni olan xəndək qazılıb. Xəndəkdən çıxan torpağı qala divarlarının döşünə tökməklə çox etibarlı val ucaldılıb. Val divarın üstündə və kənarlarında çay daşlarının və hörgü qalıqlarının olması müşahidə edilir. Şəhərin cənub-şərq küncündə isə qala və xəndək yoxdur. Yazılı qaynaqlardan da məlum olduğu kimi, Ağsu şəhəri az vaxt ərzində dəfələrlə hücumlara məruz qalıb və dağıdılıb. Bu səbəbdən də Şirvanın paytaxtı gah Şamaxıya, gah da Fitdağa köçüb. Ağsu şəhəri, yəni orta əsr Ağsu şəhəri mən nəzərdə tuturam, barəsində yazılı qaynaqlarda yetərincə məlumatlar vardır. Amma bütün hallarda yazılı qaynaqlar tarix öyrənmək üçün yetərli deyil, kifayət eləmir. Və mütləq burada arxeologiyanın köməyinə, yardımcı mənbələrin aşkara çıxarılmasına, daha əlavə sübutların, dəlillərin, maddi əşyaların tapılıb ortaya çıxarılmasına ehtiyac vardır. Bu mənada orta əsr Ağsu şəhərinin öyrənilməsi elmi cəhətdən çox böyük aktuallıq kəsb edən məsələlərdən biridir. Bu, həm də Azərbaycanda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından aktuallıq kəsb edən bir sahədir. Bütün bunları nəzərə alaraq, bu ilin mart ayından başlayaraq orta əsr Ağsu şəhərində geniş miqyaslı arxeoloji tədqiqatlar başlanır. Ağsu şəhəri sübut edəndən sonra onun ərazisində heç bir tikinti, qazıntı və təsərrüfat işləri aparılmayıb.
Şəhərin tikintiləri, istehsalat ocaqları, küçə və meydanları Azərbaycanın digər şəhərləri ilə müqayisədə daha yaxşı qorunub. Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir. Burada ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu İsmailli ekspedisiyası tərəfindən aparılıb. Kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məlumatı və sikkə nümunələri orada 18-ci əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir. Mən məlumat üçün bildirim ki, əvvəllər Orta əsr Ağsu şəhər ərazisində əsasən kiçik miqyaslı yoxlama, bir neçə yerdə yoxlama qazıntısı aparılır və bu da şəhərin, abidənin daha doğrusu stratigrafiyasını müəyyən etmək baxımından, orada mədəni təbəqənin qalınlığının və hansı dövrə aid olduğunu müəyyənləşdirmək baxımından aparılmış qazıntılardır. 2010-cu ilin mart ayından etibarən Miras İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnografiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən burada geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılır. Şəhərin Sənətkarlar Məhəlləsinə aid edilən 600 kvadrat metrlik sahədə artıq tədqiqatlar başa çatdırılıb. Bu ilki qazıntıların həcmi isə mən bayaq qeyd elədim, kifayət qədər genişdir. İndiyə kimi orada 3000 kvadrat metrə qədər sahə öyrənilib. Bilirsiniz, çoxlu şəhərlər var Azərbaycanda, Qafqazın digər yerlərində, yaxın şərqin özündə və bu şəhərlər eləsi var ki, 1000 il, 2000 il mövcud olub və onların ərazisi götürəndə o qədər də böyük deyildir. Nadir Şahın ölümündən sonra Ağsuda hakimiyyəti onun naibi ələ keçirdi və Şirvan xanlığı yaratdı. Oturaq əhali onun hakimiyyətini tanısa da, Sərkar ailəsi adlandırılan Allahverdi bəyin övladlarına tabi oldu. Beləliklə, Sərkar ailəsi Şamaxını iqamətgah seçdi və Nadir Şahın dağıtdığı şəhər həyatını yenidən dirçəltməyə başladı. Bununla yanaşı, Sərkar ailəsi həm də Şirvan xanı Hacı Məhəmmədəli xanı devirmək və Ağsunu ələ keçirmək istəyirdi. Onlar bu məqsədlərinə çatmaq üçün Şəki xanı Hacı Çələbi xanı arxalanırdılar. 1755-ci ildə Hacı Çələbi xan böyük bir qüvvə ilə Ağsuya yaxınlaşdı və şəhəri mühasirəyə aldı. Ağsu uzun müddət mühasirədə qaldı. Hacı Məhəmmədəli xan Quba xanı Hüseynəli xandan kömək istədi. Abbasqulu ağa Bakıxanovun təbirincə dirsək, 3000 nəfər Quba qoşunu və Əmir Həmzənin 500 nəfərlik qüvvəsi iki düşməni barışdırmaq üçün Ağsuya gəldi. Şirvan-Şəki münasibətlərinə Yeni xanın, Hüseynəli xanın qarışmasından sonra ağır döyüşlər başlandı. Hacı Çələbi xanın qüvvələri məğlub olaraq Şəkiyə çəkildi. Ağsuda Hüseynəli xanın şərəfinə 3 gün ziyafət verildi. Bu hadisədən 11 il sonra Fətəli xan Hüseyn xanın əldə elədiyi Şirvan xanlığı torpaqlarını da Quba xanlığına qataraq 1769-cu ildə mərkəzi yenidən Ağsudan Şamaxıya köçürdü. 1983-cü il qazıntılarında olduğu kimi 2010-cu ildə həyata keçirilən tədqiqatlar zamanı da mədəni təbəqənin üst qatında çoxsaylı tikinti qalıqları qeydə alınıb. Bunlar əsasən çay daşından hörülmüş bina qalıqlarıdır. Yanıq izlərinə, metal külçə və şlak nümunələrinə, bir-birinin yaxınlığında olan çoxlu ocaq yerləri və yardımçı tikintilərin qalıqlarına da kütləvi şəkildə rast gəlinir. Aşkar edilmiş divar qalıqlarının əsasən ev, otaq, ambar, emalatxana və ya dükan yerləri olduğu şübhə doğurmur. Ağsu şəhəri isə nisbətən cavan olmasına baxmayaraq kifayət qədər geniş bir ərazini əhatə edən şəhərdir. Məlumat üçün mən bildirim ki, indiki halda tam qalmış vəziyyətdə, yəni qala divarlarının içərisində olan ərazi 40 hektara qədərdir. Şəhərin hər bir tərəfi, yəni 4 tərəfi dərin xəndəklə əhatələnib, xəndəyin içəri tərəfində qala divarları çay daşından hörülür. Bir neçə yerdə nəhəng buzlar olduğu elə yerüstü əlamətlərindən də görsənir. Şəhərdə çox geniş sahəni əhatə edən tikinti qalıqları, digər kommunikasiya izləri elə yerüstü o baxıntıdan, gəzintidən də hiss eləmək mümkündür.
Verilişin baş sponsoru